Yığışacaqlar onun başına. Deyəcəklər, ya fulanu mələk, ey filan kəs, sənə nə olub? Ələm təku tə'mur bil ma'ruf, məgər sən yaxşılığı əmr etmirdin? Və tənhənil munkar, pislikdən çəkindirmirdin? Fəyəqulu bələ, deyəcək ki, bəli. Kuntu əmuru bil ma'rufi və ləəti, yaxşılığı əmr edirdim, özüm etmirdim. Və ənhənil munkari və ətihi, pislikdən çəkindirirdim, qadağan edirdim, özüm edirdim. Ona görə düşünün, ey Allahın qulları, elm əməlsiz, din təsirsiz, harama mani olmayan bir iman, bununla Allah Taala'nın huzuruna necə çıxacaqsan? Allahı səcdə ilə aldatmaq mümkün deyil. Təqva ilə bazarlıq edə bilməzsən. Allah Taala cümə günü libas kimi geyinilən, həftənin başqa günləri çıxarılan bir dini qəbul etmir, ehtiyacı yoxdur ona. Əgər din dəyişməyibsə sənə, soruş nəfsindən, səmimi, ağıllı bir şəkildə həl dəxalə qəlbinə girib bu din. Bu din qəlbinə girib yoxsa dilindədir, sadəcə dilindən keçib. Və bil ki, o din ki, səni asilikdən, günahdan saxlamır, qiyamət günü o din sənin düşmənin olacaq, şəfayətçin yox.